Salam, hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə kimya 1-ci hissə test toplusundan həll olma misalına aid olan test izahı ilə qarşınızdayıq. Birinci sualımız, izahıma başlamamızdan ilk öncə bu cür video izahlarının davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olun və bəyəndiyinizsə bəyən butonunu basmağı xahiş edirik. Birinci sualımızda soruşur, hansı maddə suda həll olmur? Suda həll olmur. Baryum burada göstərin. Baryum sulfat suda həll olmur, çöküntüdür. Temperaturun azalması ilə qazların həll olması qazların həll olmasına necə dəyişir? Bir də bir yadınızda saxlayın ki, temperaturun azalması qazların azalmasını artırar. Çünki temperatur artdıqda qazların həll olması azalır. Bərk maddələrin həll olması isə artır. Təzyiqin artırılması ilə bərk maddənin həll olması necə dəyişir? Yadınızda saxlayın ki, təzyiq bərk maddəyə təsir etmir, ancaq qaz halında olan maddələrin artır. Buna görə də dəyişməz C variantı. Təzyiq azaldılması qazların suda həll olması necə dəyişir? Təzyiq azaldıqda dedik ki, təzyiq qazların həll olması ilə düz mütənasib. Təzyiq azalacaq, o zaman onun həll olması da azalmış olacaqdır. Sonra temperatur artdıqda hansı halda hər iki maddənin həll olması artar? Biz burada bərk maddələri seçəcəyik ki, bərk maddələrin temperaturu artdıqca həll olması artar. Siz bərk maddələri seçməkdə çətinlik çəkirsiniz. Birinci baxın, hansı birləşmənin tərkibində metal varsa, onlar bərk maddələrdir. Variantımızda D variantına uyğun gəlir. 6-cı sualımız, təzyiq artdıqda hansı halda hər iki maddənin suda həll olması artar? Təzyiq artdıqda qaz halında olan maddələrin suda həll olması artacaq. Burada isə qaz halında olan maddələr Y variantında verilmişdir. Hansı maddə həll olması təzyiqdən asılı deyil? Bir qayda olaraq yadımızda saxlayın. Bərk maddələrin həll olması təzyiqdən asılı deyil. Bərk maddələri necə tapacaqdır? Hansının tərkibində metal var? Burada da Y variantına uyğun gəlmiş olacaqdır. 8-ci sual. Hansı maddələr suda həll olmur? Suda həll olmur. Ümumiyyətlə yadınızda saxlayın ki, litiumun, natriumun, kaliumun, bir də amoniumun bütün duzları suda həll olur. Onda kaliumun, amonium olanları atacaq, qalanlar qalacaq. Bu da harda 1, 2 var, 3 var atırıq. Yəni bu olmayacaq. Bu olmayacaq. Burada da 2 var deyə bu da götürmürük. Olacaq 1 və 4. Burada da 2 var götürmürük. D variantına uyğun gəlmiş olacaq. Hansı maddələr suda həll olur? Və yaxud dedik, kaliumun, amoniumun bütün duzları suda həll olur. Bu da B variantına uyğun gələcək 9-cu sualımızda. 10-cu sualımızda nə soruşur? Natrium hidroksinin suda məhulu. Natrium hidroksid qələvidir və onun suda məhulu bir cinsi məhuldur və həqiqi məhulu adlanmış olur. Bu da 1, 4, Y variantına uyğun gəlmiş olacaqdır. 11-ci sualımıza dönürük. Hidrogen xlorid. Hidrogen xloridin də suda yaxşı həll olandır və suda məhulu bir cinsli məhlul əmələ gətirir və həqiqi məhlul adlanmış olur. 3, 4, bu da C variantına uyğun gəlmiş olacaqdır. 12-ci sualımızda nə soruşur bizdən? 10 qram kalium sulfat, 10 qram baryum sulfat, 10 qram dəmir 2 sulfat. 20 cc-də hansı qabdan verilmiş duzların kütləsi suda tamam həll olar? Dəmir sulfat suda yaxşı həll olandır. Və yəni 10 qram suda 10 qram məhlulu maddə 1 litr suda tamamilə həll ola bilər. Eləcə də kalium sulfat. Ancaq baryum sulfat həll olmayacaq. Nəyə görə? Çünki baryum sulfat çöküntüdür. Ona görə cavabımız olacaq 1, 3, B variantı. Eyni qayda ilə tam həll olur. Suda tam həll olan biz bilirik ki, quruşun sulfat çöküntüdür, bu həll olmayacaq. Digərləri isə natrium sulfatla sink sulfat isə tam həll olmuş olacaq. Yəni 2, 3, bu da A variantı. 13-cü sualımızda. 14-cü sualımızda nə soruşur? Həll olma misalı nədir? Yadınızda saxlayın ki, həll olma misalı müəyyən temperaturda 1000 ml həllicidə doymuş məhlulun əmələ gəlməsi şərti ilə həll olan maddənin qramla miqdarıdır. Bu da C variantına uyğun gəlir. Həll olma misalının vahidini göstərin. Həll olma misalının vahidi qram bölünsün litrdir. 16-cı sualımızda nə soruşur? 170 qram suda maksimum 112 litr amoniak həll olunduğunu bilərək bu qazın həll olma misalını hesablayın. Bir qayda yadınıza 170 burada bu qazın nə qədər kütləsinin olduğunu tapmalıyıq. İlk öncə deyirik ki, bunu 22,4 qramımız
17 qram eləyirsə, onda 112 qramımız da x eləyəcək. X-imiz də bərabərdir 5 vurulsun 17-yə. İndi biz buradan nəyə görə? Çünki bu bundan getdi. Burada qaldı 1, burada da qaldı 5-i. Elə bunu burada elə saxlayacaq ki, çünki sonra ixtisar prosesi baş verəcək ona görə. KH da bərabərdir. Biz bilirsiniz ki, KH bərabərdir. Həll olan maddə bölünsün həll edici vurulsun min düsturu ilə hesablanır. Həll olan maddəmiz necədir? 5 vurulsun 17-dir. Həll edicimiz nədir? 170 qram sudur. Və bunu da vurasaq minə. Bu da o da qalacaq 500-ə qalmış olacaqdır. Burada həll olma misalını soruşduğuna görə bu da C variantına uyğun gəlir. 16-cı sualımızda. 17-ci sualımızda nə soruşur bizdən? 17-ci sualımızda soruşur ki, 50 qram duz müəyyən temperaturda 200 ml suda həll olaraq doymuş məhlul əmələ gətirir. Bu duzun həmin temperaturda həll olma misalını hesablayın. Həll olma misalı nəyə bərabər? KH həll olan maddə bölünsün, su vurulsun minə. Buradan da 17-ci sualımızda isə 500-ü 200-ə bölüb minə vursaq da eləcək 250. Bu da C variantına uyğun E variantına uyğun gəlmiş olacaqdır. Sonra deyir ki, müəyyən temperaturda duzun suda doymuş məhlul 250 qramda 50 qram duz varsa həll olma misalını hesablayın. Biz buradan suyun miqdarını tapmaq üçün 250-dən 50-sini çıxdıq, qalır 200-ü və bunun həll olma misalını tapmaq üçün KH bərabər idi. KH bərabərdir həll olan maddə bölünsün həll edici vurulsun minə. Həll olan maddəmiz oldu 50, həll edicimiz də oldu 200. 50-ni 200-ə vurub minə bölsək, o deyəcək 250. Bu da B variantına uyğun gəlmiş olacaqdır. 19-cu sualımızda eyni ilə 18-ci sualımızda oxşardır. 320-dən 120-sini çıxacaq, qalacaq 200. Deməli, bizim suyumuzun miqdarı, həll edicimizin miqdarı bu düsturda yerinə qoyacaq 200. Həll olan maddə isə 120. Deməli, buradan da onda belə bərabər yazacağıq. Yəni, 120 bölünsün 200 vurulsun minə. 120-ni 200-ə bölüb minə vuranda 600-ə bərabər olmuş olacaq. Bu da 19-da A variantına uyğun gələcək. 20-ci sualımızda isə nə soruşur bizdən? 20-ci hansı qrafik natrium nitrat və SO2-nin suda məhlulların temperatur ardıcılığı asıllığını doğru göstərilib. Natrium nitrat nədir? Bərk maddədir. Bərk maddə temperatur artdıqca həll olması artacaq, ancaq təzyiq təsir göstərməyəcəkdir. Qazları isə temperatur artdıqca azalacaq, həll olması, ancaq təzyiq artdıqca isə artacaq. İndi buradan baxaq. 20-ci sualımızda deyilənlərə uyğun gələn ancaq C variantına uyğun gəlir. Çünki natrium nitrat temperatur artdıqca bunun həll olması artıb. Kükürt qaz halında olduğuna görə temperatur artdıqca azalmış olacaqdır. Sonra bizdən nəyi soruşur? Hansı qrafik kalium nitrat və karbonatda həll olmasının temperatur asıllığını doğru göstərir? Eyni qaydadır. Deməli, karbon qazı temperatur artdıqca həll olması azalır. Ancaq kalium nitratın isə artmış olacaqdır. D variantına uyğun gəlir. Sonra 22-ci sualımızda. 22-ci sualımızda nəyi soruşur? Bizdən soruşur ki, gümüş 1 sulfat, magnezium sulfat, kalsium sulfat, misli doymuş məhlulları duru qatı. Ümumiyyətlə yadınıza saxlayın ki, suda həll olan maddələrin doymuş məhlulları duru, suda yaxşı həll olan maddələrin isə əksinə qatı olmuş, doymuş məhlulları qatı olmuş olur. İndi biz bilirik ki, burada suda yaxşı həll olan maddələri seçəcəyik. Deməli, suda yaxşı həll olan maddələr olacaq. Burada magnezium sulfatla mis sulfat bu qədər suda yaxşı həll olacaq. Suda zəif həll olan gümüş 1 sulfatla kalsium sulfat olacaq. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik 23-cü sualımıza. 23-cü sualımızda deyir ki, hansı maddənin suda məhlul doymuş məhlulu qatıdır? Suda yaxşı həll olan maddənin doymuş məhlulu qatıdır. Burada isə suda yaxşı həll olan maddə şəkər və natrium hidroksiddir 2-3. Bu da B variantına uyğun gəlmiş olur 23-cü sualımızda. 24-cü sualımızda bizdən nəyi soruşur? Hansı maddənin doymuş məhlulu durudur? Yəni, hansı maddə suda demək olar ki, həll olmur? Bunu deyilənləri də uyğunlaşırsaq,
Deməli, bir gümüş xloridin, bir də kalsium sulfatın suda məhlulları duru hesab olunmuş olur. Sonra 25-ci sualımızda deyir ki, A qram maddə B qram suda həll etdikdə alınan doymuş məhlulun maddənin həll olma misalını tapın. Həll olma misalı biz versikin KH idi. KH bərabərdə həll olan maddə bölünsün. Həll edici vurulsun minə. Həll olan maddəmiz nədir? A qramdır. B qram suda A bölünsün B vurulsun min. Bu da A variantına uyğun gəlmiş olur 25-ci sualımızda. 26-cı sualımızda nə soruşur bizdən? 26-cı sualımızda sulfat turşusu, bir də hidrogen xlorid məhlulu. Məhlulu qızdırdıqda ilk anda onlardan ayrılan X və Y qazlarını müəyyən edin. Birinci keçək sulfat turşusu. Sulfat turşusunun qaynama temperaturu suyun qaynama temperaturundan yüksək olduğu üçün burada X çıxan X'ımız olacaq su. Su olmuş olacaqdır. Sonra hidrogen xlorid məhlulu. Hidrogen xlorid məhlulu ümumiyyətlə yadınıza saxlayın. Hidrogen xloriddir, bromiddir, fluoriddir. Bunlar məhlulları suda məhlullarını qızdırdıqda birinci bu maddələrin özləri ayrılır. Bu, yəni qaynama temperaturu suyun qaynama temperaturundan aşağıdır. Ona görə də H xloru, burada isə H xlor ayrılmış olacaq. Yəni Y-də xlor, X-da isə su. Bu da C variantına uyğun gəlmiş olur 26-cı sualımızda. 27-ci sualımızda bizdən nəyi soruşur? 60 cc-də 1 litr suda doymuş məhlulu hazırlamaq üçün götürülmüş maddə kütləsinin artma sırasını göstərin. Bunlar görürsünüz, buradan diqqətlə baxsaq ki, 800 qram. Ən çox həll olan maddə amonium xloriddir, 800-dür. Ondan sonra isə gəlir mis sulfatdır, həll olma misalı. Sonra isə natrium xlordur, temperaturun asılı olaraq həll olmasının artmasını göstərən. Burada deyilənləri də uyğunlaşdırsaq. Birinci natrium xlor, sonra mis sulfat, sonra isə amonium xlorid gəlmiş olacaqdır. D variantı. Müəyyən temperaturda 250 qram duz, 20% duz məhlulun üzərinə 10 qram həmin duzdan əlavə edildikdə doymuş məhlul əmələ gətirir. Duzun həmin temperaturda həll olma misalı 250-ni 20-yə vurub 100-ə böldükdə bu eləyəcək 50 qram duzdur. 50 qram duzumuzun üzərinə də 10 qram duz əlavə etsək, bu da eləyəcək 60 qram. Sonra bizdən nə soruşur? Həmin həll olma misalını hesablayın. 60 qram. Deməli, 200-dən bunun 50-sini çıxsa, 250-dən 50-sini çıxsa 200. Deməli, həll olma misalı bərabər idi. KH həll edici bölünsün, həll olan maddə bölünsün, həll edici vurulsun minə. Bu da 60-dır. 60-ı 200-ə bölüb minə vursaq eləyəcək 300-ü. O da A variantına uyğun gəlmiş olur 28-ci sualımızda. 29-cu sualımızda nəyi soruşur? 250 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhlula 770 qram duz əlavə edilmişdir. Duzun həll olma misalı neçədir? Birinci ilk öncə 250-ni 20-yə vurub böləcəyik 100-ə, eləyəcək 50 və onun orada M qısmımızın biri 50-dir, biri 70-dir. 50-nin üstünə 70 gəlsə, gələcək 120. 250-dən də 50-sini çıxsaq qalacaq 200. Yəni burada 200 qram su var. Onda da KH bərabər olacaq. 200 qram sudur. 120 qram da həll olamadı. 120 bölünsün 200 vurulsun minə. O da 60%-ə vurulsun minə olduğuna görə 600 olmuş olacaqdır 29. 30-cu sualımızda nə soruşur? 30-cu sualımızda soruşur 400 qram 20% duz məhlulunu doymuş hala gətirmək üçün məhluldakı suyun yarısını buxarlandırırlar. Duzun həll olma əmsalını hesablayın. Burada duzun həll olma əmsalını hesablamaq üçün ilk öncə 400-ü vuracaq 20-yə böləcək 100-ə MX-i tapacaq. Burada edəcək 80. Yəni burada həll olan maddə miqdarı 80-dir. Onda 400-dən də 80-i çıxsaq suyun kütləsini tapacaq. 320 qram da suyun kütləsidir və bu suyun kütləsinin yarısını buxarlandırsaq, bunu yəni 2-yə bölsək neçə olacaq? Bu da eləyəcək 160 eləyəcək və biz 160-ın da duzun həll olma əmsalını hesablayın.
Buradan da KH da bərabərdir. Həll olmamışsa bayaqlar MX neçə tapmışdıq? 80. 80-i 160-a bölüb vursaq 100-ə, o da edəcək 500. D variantına uyğun gəlmiş olacaq cavabımız. Sonra 31-ci sualımıza. 31-ci sualımızda da eyni ilə ona uyğundur. Yenə 820-yə vurub 100-ə bölsək eləyəcək 160. Burada həll olmuş maddəmizin kütləsi olacaq 160. Və bunun yarısını buxarlandırsaq, suyun yarısını 800-dən də 160-ını çıxsaq qalacaq 640 qram su. Bu 640 qram suyun da yarısını buxarlandırsaq qalacaq 320 qram su. Və buradan da KH-ımız nəyə bərabərdir? KH-ımız bərabərdir MX, yəni 160 bölünsün M su, yəni 320 vurulsun 100-ə. Bu da 100'e yox, 1000'ə üzr istəyirəm. 1000'ə burada vursaq, bu da eləyəcək yenə 500 B variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik 32-ci sualımıza. 32-ci sualımızda bizdən nə soruşur? Qrafikə əsasən A maddəsinin həll olma əmsalını müəyyən edin. Biz burada A maddəsinin həll olma əmsalını müəyyən edin dediyinə görə deməli burada M qram maddə, məhlulun kütləsi 200'dür. Biz bilirik ki, həll olma əmsalı nəyə bərabərdir? Həll olma əmsalı bərabərdir. M həll edici. Yəni, həll olan bu qrafik A maddəsi həll olma əmsalını müəyyən edin T20 cc-də. Deməli, burada KH bərabərdir. M həll edici bölünsün M maddə, MX bölünsün M həll ediciyə vurulsun 1000'ə. Buradan da MX bilmirik. Yəni bunun X, M hesab eləsək, bu həll olan maddənin kütləsini M hesab eləsək, M-i 1000'ə vuracaq, 1000 M eləyəcək. Sonra həll edicinin kütləsi isə, məhlulun kütləsi, yadınıza saxlayın ki, həll olan maddə ilə məhlulun kütləsi bərabərdir. Yəni məhlulun kütləsi bərabərdir. Həll olan maddə ilə suyun həll edicinin kütləsinə, yəni M suyun kütləsinə bərabərdir. İndi bizdən də M suyun kütləsini tapsaq, M su da bərabər olacaqdır. Məhlulun kütləsi, bizdə burada məhlulumuzun kütləsi 200 verəcək. 200 çıxılsın M, həll olan maddəmiz də M dedik, 200 çıxılsın M-ə. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik 33-cü sualımızda. 33-cü sualımız da eyni ilə 32-ci sualımıza oxşuyur. Burada da yenə məhlulun kütləsi 300'dür. Bu zaman suyun kütləsi necə olacaq? M qramda maddə həll olubsa, onda suyun kütləsi olacaq 300 çıxılsın M. Burada bu deməkdir ki, bu da Y variantına uyğun gəlmiş olacaq 33-cü sualımızda da, yəni 1000 M bölünsün 300 çıxılsın M-ə. Nə doğrudur? Burada bu temperatur həll olma əmsalı temperaturdan asılı olaraq X artıb, Y isə temperatur asılı olaraq azalıb. Temperatur artdıqca həll olma əmsalı azalırsa Y-imiz nədir? X-imiz bərk maddədir, Y-imiz isə qazdır. Buna görə də biz bunu hesablayacağıq. Burada hesablayanda deməli, Y kalium nitrat ola bilər. Y-imiz dedik qazdır. Qaz kalium nitrat ola bilməz. Ona görə bunu götürmürük. Sonra X maddəsi oksigen ola bilər. Burada da gördük ki, X maddəsi bərk maddədir. Amma burada qaz göstərilib. Ona görə bunu da götürmürük. Y maddəsi azot ola bilər. Bəli. Ona görə də yalnızca A variantı. 35-ci sualımızda soruşur ki, deməli, həll olma əmsalı hansı qrafik doğrudur? Diqqətlə bura baxın. Bax, görürsünüz ki, 20 cc-dən 50 cc-yə qaldırıb. 20 cc-dən 50 cc-yə qaldıran zaman həll olan maddənin kütləsi artıb. Artıbsa, deməli, bu hansı maddədir? Bərk maddədir. Ancaq 20 cc-dən 50 cc-yə qalxan zaman həll olan maddənin kütləsi azalıb. Temperaturadan zaman kütlə azalırsa, bu qaz halında olan maddə və ya qələvidir. İndi bizdən nə soruşur? Qazdır. Ona görə də bax götürür. Həll olma əmsalı təzyiqdən asılı deyil. X-ə nədir? Bərk maddəni götürdük. Bəli, bu düzgündür. Sonra
İkincisine nə? Həll olma əmsalı təzyiq artdıqca artır. Y-ə. Y-ə biz qazı götürmüşdük. Bəli, bu da düzgündür. Sonra həll olma əmsalı təzyiqlə tərs mütənasibdir. X, xeyr, bu düzgün deyil. Təzyiqlə 5 maddələrin həll olması təzyiqdən asılı deyil. Cavabımız olacaq 1, 2. Bu da B variantına uyğun gəlir. 35-ci sualımızda. 36-cı sualımızda nə soruşur bizdən? X, Y, Z maddələrinin həll olma əyriliğinə əsasən hansı ifadələrdən hansıları doğrudur? Həll olma əyriliğinə ifadələrdən hansıları doğrudur? Baxırıq. Demək, eyni şəraitdə X-in həll olması daha azdır. Birinci, bəli, biz buradan doğru olanları, xeyr, bu X-in həll olması daha azdır cümləsini seçə bilmərik. Hamısının həll olması gördüyünüz kimi eynidir. T1 temperaturda Z-nin həll olması daha azdır. Bəli, burada hamısı eynidir. Xeyr, bu X həll olması daha azdır demək olmaz. Xeyr, X bax, T1 temperaturunda, bax görürsünüz X bu burada, amma T1 temperaturunda bu bir qədər bu T1 temperaturunda bu qədər hazır, burada həll olmuş. Yəni həll olması daha azdır söhbəti birinci düzgün deyil. İkinci, T1 temperaturda Z-nin həll olması daha azdır. Z-nin həll olması, bəli, T1 temperatura bura baxırsınız, Z-nin həll olması T1 temperaturu üçün ən az olmuş olacaqdır. Bax, buradadır T1 temperaturu üçün Z-nin həll olması. Ona görə ikincisi doğrudur. T2 Y-in həll olması Z-nin həll olmasından çoxdur. Bəli, burada da baxış görürsünüz ki, buradadırsa Y də buradadır. Ona görə də bu da doğrudur. Doğru cavabları götür dediyinə görə B variantı. Eyni qayda ilə yenə 37-ci sualda əvvəlkinin oxşardır. X-Z həll olma əyriliğinə əsasən hansı doğrudur? T1 temperaturunda Z-nin həll olması ən azdır. Bəli, bu düzgündür. Düzgündür. Sonra T2 temperaturda Z-nin həll olması Y-in həll olmasından azdır. Bəli, bu da düzdür. T1 temperaturunda maddənin həll olma misalı olma ardıcılığı belədir. Ən çox Z-dir. Xeyr, bax bu elə ən az Z-dir. Ona görə də bu düzgün deyil. Cavabımız olacaq 1, 2. Bu da B variantına uyğun gəlmiş olacaq. 38-ci sualımızda nə soruşur? 38-ci sualımız soruşur ki, 30 cc-də 200 qram suda X duzu həll etdikdə 250 ml məhlul alınır. Məhlul həmin temperaturda bu duzun həll olma əmsalını 500 qram litr olarsa, alınmış doymuş məhlulun sıxlığını hesablayın. Deməli, 200 qram suda 250 ml məhlul alınırsa, 250-dən 200-ün çıxsaq, neçəsi qalacaq? 50-si qalacaq. 50-si qalmış olacaqdır. Bizdə də həll olma əmsalını deyir. 500 qram olarsa. Onda biz 38-ci sualımız üçün bu şəkildə yazacağıq. Burada deməli, həll olan maddə 500 qram litrdirsə, bu o deməkdir ki, 200-ün üstünə X gəlib, eləyib neçə? 250. Həll olan maddə 1500-dirsə, 500 o deməkdir ki, 500 bərabərdir. Bu o deməkdir ki, 500 bərabərdir. Həll olan maddə bilmirik nə qədərdir. Biz bunu elə X götürürük. Həll edicidə bilirik nədir? 200 qram suda. 200 qramdır. Vururuq 1000-ə. 500-lə 1000 getdi. Burada qaldı 2. 200-lə də burada 200 gedir. Burada qalır 100. Burada da qalır 1. Buradan da X-imiz bərabər olacaq 100-ə. Həll olan maddəmiz 100 qramdır. Həll olan maddəmiz 100 qramdırsa, deməli, məhlulumuzun kütləsi nə qədərdir? 200 qram suyumuz idi. Üzərinə də gəlsək 100 qram həll olan maddəmiz neçə eləyəcək? 300 qram. Məhlulumuzun kütləsi oldu 300 qram. Məhlulumuzun sıxlığı həcmi də verilib 250. Bizdən də sıxlığın soruşur. Rho bərabərdir.
M bölünsün V düsturundan hesablayıq. M'imiz neçədir? 300'dür. 300'dür. Həcmi neçədir? 250. 300'ü 250'ye bölsək, bu da eləyəcək 1,2. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra 39-cu sualımızda. 39-cu sualımızda bizdən nəyi soruşur? 39-cu sualımız həll olma əmsalı nədir? Yadınızda saxlayın ki, həll olma əmsalı müəyyən temperaturda 1000 litr həll edicidə həll olmuş maddənin qramla verilmiş maksimum miqdarıdır. Bu da Y variantına uyğun gəlir. 40-cı sualımızda nə soruşur? Demək, müəyyən temperaturda 32,2 qram natrium sulfat kristal hidratı 82 qram suda həll etdikdə doymuş məhlul əmələ gəlir. Natrium sulfatın həmin temperaturda həll olma əmsalını hesablayın. İndi ilk öncə burada nə qədər natrium sulfat olduğunu tapaq. Deməli 322 qram, bax burada görürsünüz də eyni kristalidir. 322 qram kristal hidratda 142 qram natrium hidroksid olur. 32,2'də isə X olacaq. X də bərabər olacaq 14,2 qrama. Deməli 32-dən də 32,2-dən də çıxsaq 14,2'sini bu da bərabər olacaq 14,2'sini çıxanda 2-dən 2'sini 0 18 etmiş olacaqdır. Sonra bizdən nəyi 18 eləyəcək və bizim həll olma əmsalını soruşur. 82 qram su əvvəl var idi. 18 qram da kristal hidratın tərkibindən gəldi. Elədi 100 qram su. Həll olma əmsalını tap. KH da bərabərdir. Burada həll olan maddənin miqdarı neçə olur? 14,2. 14,2 bölünsün 100. Vurulsun 1000'ə. Bu da bərabərdir 142'ye. Bu da C variantına uyğun gəlir 40-cı sualımızda. Deməli 41-ci sualımızda soruşur ki 20 ml suda 5 qram duzu həll edilir. Bu məhsul əldə doymuş hala gətirmək üçün hansı təcrübə ayrı-ayrı aparmaq lazımdır? Bura diqqətlə baxsaq, burada bizə nə soruşur? Deməli 1400 həll olma əmsalı. Həll olma 400, üzr istəyirəm, 400'dür. O deməkdir ki, yəni 1000 qramda 1000 qram su 400 qramda maddədir. Bu deməkdir. İndi 20 ml suda 5 qram duz həll edirsək, bunu ən kiçik ədəd şəklində görsək, 1000-lə 400'ün 1-in 4'ə nisbəti şəklində bir-birinə birləşmiş olacaq. 20'də 5 qram duzu həll edirlər və birinci nə deyir? 2 qram duz əlavə ediriksə, deməli 2 qram duz əlavə edirsə, bu zaman duzun üstünə 5'in üstünə 2 gəlir 7. Yəni birincidə 20 qram su, 7 qram da duz. 1'in 4'ə nisbəti olmalıdır. Yəni bu 20'dirsə, birin yox, onun 400'ə böləndə onun 4'ə nisbətidir. 14'ə. Çünki buradan bu 7'də, buradan da onun 4'ə nisbəti. 20'də 7. 10'da 4'sə 20'də 8 olmalıydı. Ancaq burada da 7 olduğuna görə birinci uyğun gəlmir. Uyğun gəlmədi. İkinci 7,5 məhlulda 7,5 metr su buxarlandırıq. Gəl 20'dən 7,5 su buxarıq. 20 çıxılsın 7,5'ə. Neçəsi qalacaq? Buradan bu tərəfdən yazırıq. 0,5 qalır burada. 9'dan da 2'sini çıxanda 12,5. İndi görək 12,5 litr məhlul doymuş məhlul oldu mu? Suyumuz 12,5-dirsə, KH-ımız bərabər olacaq. Deməli 5 bölünsün 5 qram duz su buxarlandırır. Suyu da 12,5 vurulsun 1000'ə. 5 ilə 12,5 5'in özünə ixtisar gedir. Burada qalır 1. 12,5 5'ə ixtisar getsə, 12 5'ə ixtisar gedəndə 2 dəfə 5'in 25 olur. 20, yəni 2,5. 2,5'dən 1000'ə ixtisar. Bu 1000'dir. 1000'ə ixtisar gedəndə burada qalır
1, 2,5 100'e ixtisar gedəndə 4 idi. 25, amma 2,5 olduğuna görə 4 olacaq 40, 400. Cavabımız olacaq 400. 400, yəni bu cavab uyğun gəlmiş olur. Yəni 7,5 su buxarlandırdıqda uyğun gəlir ikinci variant. Üçüncü isə deyir ki 5 qram duz, 10 ml su. Deməli 20 ml üstünə 10 ml su əlavə etsək neçə eləyəcək? Üçüncü üçün yazırıq. Eləyəcək 30 qram. Deməli suyumuz olacaq 30. Həll olan maddəmiz də olacaq 10. Deməli buradan da KH-ı hesablasaq. KH bərabərdir. Deməli 10 bölünsün 30 vurulsun 100-ə. 100'e yox, 1000'ə. Burada yine de 40, cevap 40'a uyğun olmayan 33'ten neçə alınacaq? Yəni bu da uyğun gəlmişdir. Ona görə cevabımız olacaq yalnız 2 D variantı 41-ci sualımızda. 42-ci sualımıza keçirik. 42-ci sualımızda bizdən nə soruşur? 42-ci sualımızda isə soruşur ki bizdən 20 ml 5 qram duzu həll etdir və məhlul 50 cc dolmuş hala gətirmək üçün hansı təcrübəni aparmaq lazımdır? Deməli, yadınızda saxlayın ki, bu elə əvvəlki ilə eynidir. Burada da yenə 400'dür. Bu deməkdir ki, 1000 litr suda, 1000 litr suda 1000'də 400 qram maddə var. Bunu ixtisar getsək, onda 4 qram maddə var və yaxud da ki, ən xırda şəkildə eləsək, 5'də 2 maddə var. İndi 5'də 2 hansına uyğundursa düzgün cavab olacaq. Məhlula 3 qram duz əlavə etsək, 5 qram duz var idi. 3 qram da əlavə etdik, neçədir? 8 qram. Məhlulumuzun kütləsi neçədir? 20. Yəni həll maddəmizin kütləsi 20'dir. 20 ilə 8 ixtisar gedir. Elə 4'ə ixtisar gedir. 24'ə ixtisar gedəndə 5, 8 4'ə ixtisar gedəndə 2 almış olur. 5'in 2'yə nisbəti, 5'in 2'yə nisbəti bəli. Birinci variantımız uyğun gəlir. İkinci, məhlulda 5 ml su buxarlandırdıq. 20'dir. 20'dən də 5 ml qalır 15. Demək 15 ml suyumuz qalır. Maddəmiz də yerində qalır da 5. 15 ilə 5 ixtisar gedir 5'ə. Burada qalır 3'ün 1'ə nisbəti. Amma bizə də deyib 5'in 2'yə nisbəti olmalıdır. Ona görə bu cavabı götürmürük. Sonra üçüncüsü 5 qram duz, 5 ml su əlavə etsək. 5 qram, onun üstünə 5 gəlir. 5'in üstünə 5 gələndə 10 qram eləyir. Deməli 20, 20 də 5 ml, 25'in nisbəti 10'a. 25'in nisbəti 10'a, hər ikisi 5'ə ixtisar gedəndə burada qalır 5'in nisbəti 2'yə. Yəni bu da uyğun gəlmiş olacaq. 1 ilə 3, 1 ilə 3 hardaydı? B variantına uyğun gəlmiş olacaqdır. Cavabımız düzgün cavabı. 43-cü sualımızda 43-cü sualımızda bizdən nəyi soruşur? Qrafikə əsasən 40 cc-də 40 cc-də hansı qablarda doymuş məhlul alınar? İndi yenə eyni qaydada 1500 o deməkdir ki, yenə də ən xırda 1500 qram maddə 1000 litr həll edici həll olur. Bunu da ən kiçik xırda rəqətlər şəklində getsək, bu da yenə ixtisar gedir. Yəni 3 qram maddə olacaqsa 2 qram su olacaq. 3'ün 2'yə nisbəti şəklindədir. İndi burada görək. Burada bunu götürməyəcək nəyə görə? Bax burada maddə sudan kiçikdir. Elə bunu heç istifadə etmədən biz elə eləməliyik ki, maddə sudan böyük olsun. Burada da maddə sudan kiçikdir. Bunu da götürmürük. Amma burada maddə sudan böyükdür. Görək bəs bizim 3'ün 2 ən xırda nisbətdir. O 40 ilə ona ixtisar getdi. Bu da 2'yə ixtisar gedir. 3'ün 2'yə. Bir də ancaq 3 uyğun gəlmiş olur. Cavabımız bu da Y variantına uyğun gəlir. 43-cü sualımızda. 44-cü sualımızda nə soruşur? 44-cü sualımızda eyni 43-cü sualımızın tək oxşarıdır. Deməli, alma misalı deyir 600 isə, o deməkdir ki, 1000 qramda 1000 qram suda 600 qram maddə var. Həll olma misalı o deməkdir.
600-dürsə, hansı qabda doymuş məhlul? Bunu da ən kiçik tam ədədlər şəklində, kiçik ədədlər şəklində onun nisbəti A6-ya, bu da eləmək, elə 2-yə ixtisar getsə, 5-in nisbəti 3-ə. Yəni elə olsun ki, 5-in nisbəti 3 olsun. Yəni suyumuz həll olan maddədən çoxdur. Suyumuz həll olan maddədən çoxdur. Burada m qram maddə, su həll olan maddədən çoxdur və 5-in 3-ə nisbəti. Xeyr, burada görsəz 5-in 1-ə nisbətidir. Ona görə götürmürük. Suyumuz həll olan maddədə bəli çoxdur. Sonra bunu da ixtisar etsək, 5-ə 4-ə ixtisar getsək 5-in 3-ə. Yəni bu 2 uyğun gəlmiş olacaqdır. Sonra bizdə su böyük olmalıdır da. Burada da bunu da ixtisar eləsək, 20-nin özünə ixtisarı 1-in 2-yə nisbəti. Xeyr, bizdə əsas analisə 5-in 3-ə nisbəti su ilə bir-birinə reaksiyaya qatışmış olmalıdır. Bu da 44-cü. Yalnız 2-də, bu da B variantına uyğun gəlmiş olur. 45-ci sualımızda nə deyir ki, suya əlavə olunandan sonra duzun suda 10% məhlul alınarsa, X-i hesablayın. Su əlavə olunandan sonra əvvəlcəki kütlə payını hesablayaq. Omega bərabərdir. KH bölünsün. KH yəni 1000 bölünsün. KH üstə gəlinsin 1000 idi. KH-ın üstünə də 1000 gəlsə edəcək. 1000-in üstünə 1000 gəlsə edəcək 2000. Vurulsun 100-ə. Deməli, bunlar ixtisar getdi. 1-2, 100-2-yə bölsək 50%. Deməli, burada maddəmizin kütlə payı 50%-dir. Bizə də nə soruşur? 10% məhlul alınarsa. Deməli, bu 10% məhlul alınarsa, bizim bir düsturumuz var idi ki, M1, omega 1 bərabərdir. M1 üstə gəlinsin M su vurulsun omega 2-yə. Demək, omega 1-imiz məlum, omega 2-imiz var məlum, M1-imiz məlum, qoyub yerini hesablayacaq. M1-imiz neçə idi? Qoyub yerini M1-imiz olacaq 40. Omega 1-imiz də olacaq 50. Bərabərdir. 40 üstə gəlinsin x vurulsun. Omega 2 də edəcək 10%. 10. Buradan elə ixtisar gedir. Ondan bu getdi 4-də 5-ə vuranda 200. 200 bərabərdir 40 üstə gəlinsin x-a. X-imiz də buradan bərabər olacaq 160-a. Yəni nə qədər su əlavə etmək lazımdır? Bu da 160 qram olmuş olacaqdır. Burada yazırıq 160 qram. 160 qram su əlavə edəcəyik. Sonra buradan 46-cı sualımızda nə soruşur bizdən? 46-cı sualımızda soruşur ki, maddə suda həll olması zamanı istiyin ayrılması və ya udulması. Bir qayda olaraq yadınızda saxlayın ki, bərk maddələr suda həll olması endotermik prosesdir. Qaz halında olan maddələrin həll olması eksotermik prosesdir. Burada ona görə də X-imiz olacaq. X-im eksotermik prosesdir. Burada ona görə də Q böyükdür 0 deməkdir ki, eksotermikdir. Və burada qaz və yaxud da ki, qələvə ola bilər. Q kiçikdir 0 o deməkdir ki, endotermik prosesdir. Burada da bərk maddə ola bilər. Yəni, bu baxacaq ki, təzyiqdən asılı deyil, bu olacaq bərk maddə. Bərk maddə olacaq. Sonra temperatur artdıqca həll olması azalır. Bu olacaq qaz halında olan maddə. Temperatur artdıqca həll olması artır. Bu da olacaq bərk halında olan maddə. Deməli, 1 ilə 3 bərkdir. 2 isə qaz halında olan maddədir. Bu da Y variantına uyğun gəlir. Deməli, eyni qayda ilə deməli, Q böyükdür 0 eksotermikdir. Q böyük 0 eksotermikdirsə, deməkdir, burada bərk halında olan maddələrdən söhbət gedir. Q kiçikdir 0, o deməkdir ki, endotermikdir. Burada da qaz halında olan və yaxud da ki, qələvədən söhbət gedir. Çünki bərk olan maddələr suda həll olması zaman istilik udulur. Qaz halında olan maddələr suda həll olması zaman istilik ayrılır. Bunu yadınızda saxlayın. Təzyiq artdıqca həll olması artır. Deməli, bu qaz halında olan maddədir.
Temperatur artdıqca həll olması azalır. Bu qaz halında olan maddədir. Temperatur artdıqca həll olması artır. Bu bərk halda olan maddədir. İndi 1 ilə 2 bərk halda olan maddədir. 3 isə qaz halında olan maddədir. Bu da D variantına uyğun gəlir. Sonra 50 cc-də 800 qram doymuş məhlulu 20 cc-dək soyutduqda sıxlığı 1,25 qram olan məhlul alınır. Alınan məhlulun həcmini hesablayın. Deməli, biz buradan baxdıqda görürük ki, bu o deməkdir ki, 600-dən 250-yə keçibsə, bu zaman bu deməkdir ki, məhlulumuzun kütləsi, yəni 1000-də 600 olub, yəni 1600 olub. Sonra keçib 1250-yə. 1600-dən çıxacaq 1250-sini. Neçə qalacaq? Yerdə qalacaq 350-si. Deməli, 350 qram maddə çökübdür. İndi 350 qram maddə çökübdür. Deyir, 8 qram doymuş məhlulda. İndi belə yazacaq da. 1600 qram məhlulda 1600-də 350 qram çökürsə, bizdən nə soruşur? 800 qramda. 800 qramda nə qədər maddə çökəcək? X qram maddə çökəcək. X-imiz də bərabər olacaq 175-ə. Yəni bizdə 800 qram məhlula 20 cc-dək soyutduqda onun 170 qram maddəsi çökəcək. Deməli 170 qram maddə çökəcəksə nə qədər məhlul qalacaq? 800-dən çıxacaq 175-in. 800-dən 175-in çıxsaq qalacaq 625 qram məhlul. Yəni məhlulun kütləsi olacaq 625. Kütləmiz var 625, sıxlığımız var 1,25. İndi həcmimiz soruşur. V bərabərdir M bölünsün rho düsturundan M7 625'i böləcəyik 1,25'e. Bu da 625'i 1,25'e vursak 500 alacaq. Cevabımız olacaq 500. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra bax burada D variantına uyğun gələcək. Sonra keçirik 49-cu sualımıza. 49-cu sualımızdan bizdən nə soruşur? Hansı maddələr ola bilər? Burada görürsünüz, fikir verirsiniz. Yazıb ki, təzyiq artdıqca həll olması artır. Təzyiq artdıqca hansı maddələrin həll olması artır? Yadınıza saxlayın ki, qaz halında olan maddələrin həll olması artır. Burada da qaz halında olan maddələrimiz hansılardır? Birimizdir, bir də üçümüzdür. 1, 3. Cavabımız olacaq 1, 3. 49-cu sualımıza cavab 1, 3 olacaq. Sonra keçirik 50-ci sualda hansı maddə ola bilər? Təzyiqlə heç biri asılı deyil. Bərk maddədən söhbət gedir. Burada bərk maddələr hansıdır? 2 ilə 5 olacaq. Cavabımız olacaq 2, 5. Qalanları qaz halında olan maddə. Nə doğrudur? 51-ci sualımızda soruşur. Biz buradan doğru olanları soruşur. Həll olmayan misal temperatur asılı olaraq dəyişir. Bəli, bu doğrudur. Sonra temperatur artırması qazların suda həll olmasını artırır. Xeyr, səhvdir. Təzyiqin artdıqda qazların suda həll olması artır. Bəli, bu doğrudur. Həll olmayan misalın vahidi xeyr, bu doğru deyil. Cavabımız olacaq burada da 1, 3. 52-ci sualımızda nə soruşur? 52-ci sualımız nə doğru deyil, doğru olmayan seçəcəyik. İndi həll olmayan misal temperatur asılı olaraq dəyişir. Bəli. Temperatur artması ilə qazların həll olmayan misalı azalır. Bəli. Bərk maddə suda həll olması təzyiqdən asılı deyil. Bəli, həll olmayan misalın vahidi qram moldur. Xeyr, bu düzgün deyil. Bizə də doğru olmayan cavabı soruşduğuna görə elə 4 olacaq yalnız burada. 53-cü sualımızda nə soruşur? 53-cü sualımızda soruşur ki, məhlulda 90 qram var idi, 30 qram da əlavə etdikdə. X maddəsinin həll olma əmsalı 1500 qram litr olsa, alınan məhlulun sıxlığı 1,6 qram bölünsün millilitr olarsa, həcmini hesablayın. İndi buradan hesablamaq üçün biz ilk öncə yadımıza saxlamalıyıq ki, deməli, həll olan maddənin kütləsini 990-ın üstünə 30 gəlsin, neçə edəcək? 120 qram. Burada həll olan maddəmiz oldu neçə? 120 qram. Sonra bizdən həll olan maddəmizi tapdıq 120 qram. Həll olmayan misalımızda 1500'dür. Həll edicinin kütləsini tapmalıyıq buradan. Həll edicinin kütləsini tapmaq üçün, yəni KH bərabər idi. Bizim bir düsturumuz var idi. Buradan açıqdan yazaq. Buradan onsuz da ehtiyac yoxdur. Buradan yazaq. Bizim düsturumuz var idi ki, KH bərabər idi. M həll olan maddə, yəni MX bölünsün, M həll edici, yəni M su vurulsun 1000'ə. Gətirik yerinə qoyuraq. KH-ımız neçədir? 1500 yazdıq yerinə 1500. Bərabərdir.
120'dir həll olan maddəmiz 120'dir. Suyumuz nə qədərdir bilmirik. M su həll edici yazırıq. Vururuq 1000'ə. Buradan 1500'dən bu getdi, buradan getdi. Sonra buradan da elə 15 ilə 120 ixtisar gedəcək. Burada qalacaq 40, burada da qalacaq 5 qalacaq. Bu 5 ilə də 10 ixtisar getdi 20. Yəni burada da 40'ı da 2'yə, oradan da M su bərabər olacaq 80'ə. 80'ə bərabər olmuş olacaq. İndi biz də tapdıq ki, indi məhlumumuzun kütləsini tapacağıq. Məhlumumuzun kütləsini tapmaq üçün isə 80'in üzərinə 120 gəlsək, 80'in üzərinə 120 gəlsə neçə edəcək? 200. Yəni məhlumumuzun kütləsi 200'dür. Düsturumuzdan və həcmdə V bərabərdir. M bölünsün rho düsturunu yerinə qoyacaq. M neçədir? 200. Rho'muz da burada verilib 1,6. 200'ü 1,6'ya vursaq, o deyəcək 125. Yəni bu məhlumumuzun kütləsi olacaq 125 qram. 125 həcm olacaq, 125 litr olmuş olacaqdır. Sonra 54-cü sualımızda nə soruşur bizdən? Həll olma əmsalı 400 qram litr olan duzun doymuş məhlulunun 280 qramında neçə qram duz var? Bir qayda yadınızda saxlayın ki, həll olma əmsalı 400 o deməkdir ki, yəni 1400'də 400 qramda, bunu silək buradan. Bu deməkdir ki, 1400 qramda 400 qram var. Onda bizə verilib ki, 800 qram. Onda buradan onu əsasən də digərini tapacağıq. Deməli, 1400 qramda nə qədər var idi? 400 qram var idisə, bizdən də 280 qramda. 280 qramda nə qədər olacaq? X. X-imiz də bərabər olacaq 80'ə. Yəni burada olan miqdarı 80 qram olmuş olacaq. Burada da bunun cavabı olacaq 80. Həll olma əmsalı 500 qram olan duzun doyumu 300 qramda neçə qram duz var? Eyni bayaqki kimidir. Deməli 1500'də nə qədərdir? 500'dürsə 300'də də x olacaq. X-imiz də bərabər olacaq. X-imiz də bərabər olacaq 100'ə. Burada da cavabımız olacaq 100. Sonra 56-cı sualımızda nə soruşur? Verilmiş şəraitdə 200 qram 20% duz məhlulun üzərinə həmin duzun 120 qramını əlavə etdi, doymuş məhlul almışdır. Duzun həll olma əmsalını müəyyən edin. 20%-lidirsə 220'yə vurub 100'ə bölsək 40 qram. 40 qram maddə idi, 40 qram. Nə qədər su qaldı? 200'dən də 40'ını çıxasaq 160 qram burada sudur. 40 qram da maddədir. Və bunun da üzərinə 120 qram da əlavə edib. 160. Həll olma əmsalında KH da bərabər olacaq. Həll olan maddəmiz oldu 160. Suyumuz da burada 160'dır. Vuracağıq 160. Buradan da 1000'ə vursaq cavabımız eləyəcək elə 1000. Yəni bu 56-cı sualın cavabı olur 1000. Həll olma əmsalı 1000'ə bərabər olmuş olacaqdır. Sonra keçirik 57-ci sualımıza. 57-ci sualımızda nə soruşur? Verilmiş şəraitdə 200 qram 20%li duz məhlulun üzərinə həmin duzdan 40 qram əlavə etdikdə doymuş məhlul bu duzun həll olma əmsalı. 200'ü yenə də vuracağıq 20'yə böləcəyik 100'ə eləyəcək 40. 200'dən də 40'ın çıxacaq 160. Deməli bunun 160 qram. Deməli burada 160 qram nə olacaq? Su olacaq. Üstünə də gələcəm 40 qram da duzdur. Və 40 qram da əlavə edəcəyik üzərinə elə 80 qram. Həll olma əmsalında deməli KH-ımız da bərabər olacaqdır. 40'ın üstünə 40 gələn neçə? 80'i böləcəyik. 80'i böləcəyik 160'a. Suyumuz da 160 olacaq. Vuracağıq 1000'ə. Bu da bərabər olacaq 500'ə. Burada da həll olma əmsalı 57-ci sualımızda 500'ə bərabər olmuş olacaqdır. Sonra keçirik 58-ci sualımıza. 500 olmuş olacaq. 58-ci sualımızda. 58-ci sualımızda isə nə deyir? 30 cc-də 200 ml 5 qram X maddəsi həll edilmişdir. Həll olma əmsalının temperaturdan asılılıq qrafikinə əsasən bu temperaturda məhlul doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə edilməlidir?
Doymuş hala gətirmək üçün bizdən nəyi soruşur? 30 cc temperaturda. 30 cc temperaturda həll olma əmsalı neçədir? 200-dür. Yəni 1200-dür deməkdir ki, yəni 1200-də yox, 1200-dür deməkdir. O deməkdir ki, 1000 litr suda 1000 litrdə 200 qram həll olursa, 200 millilitrdə də x-ımız da bərabər olacaq. X-ımız da bərabər olacaq 40-a. 40-a. Bizdə də burada nə qədər var? 5 qram. 40-dan da 5-in çıxsaq neçə qalacaq? 35. Deməli, biz buna əlavə olaraq 35 qram da əlavə etməliyik. Burada olur 35. Burada 59-cu sualımız da 58-ci sualımızın oxşarıdır. Deyir 30 cc 300 ml su 50 qram X maddəsi həll edilmişdir. Həll olma əmsalının temperatur asıllıq qrafikinə əsasən bu temperatura məhlul doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə edilməlidir. Eyni qayda ilə gedəcəyik. Bax, burada da baxırıq, yenə də 200-dür. Bu o deməkdir ki, 1000 qramda, deməli 1000 qramda 200 olursa, deməli 1000 qramda 300-də X olacaq. X-ımız da buradan bərabər olacaq 60-a. Yəni, həll olan maddənin miqdarı olacaq 60. Həll olan maddənin miqdarı burada da 50 qramdır. 60 olması üçün 50-dən 60-ın çıxacağıq. Demək, 60-dan çıxacağıq 50-ni. 60-dan çıxsaq 50-ni qalacaq 10. Deməli, burada həll olan maddənin miqdarı neçə olmuş olacaq? 10 olmuş olacaq. Sonra keçirik 60-cı sualımıza. 60-cı sualımızda isə bizdən nəyi soruşur? 40 cc-də 50 ml suda duz həll etsək, hazırlanan doymuş 20 cc-yə soyutduqda neçə qram duz çökər? Buradan diqqətlə baxın, 100 qramda 40-dan 20-yə 25 olur. 50-dən 25-in çıxsaq necə? 25 çökəcəkdir. Deməli, 100 qramda buradan elə yazaq. 100 qramda çökəndə 25 qram çökürsə, bizdə neçə 50-dən də isə x-ımız da bərabər olacaq 12,5. Yəni 12,5 qram duzu çökmüş olacaqdır. 61-ci sualımız. 61-ci sualımız da eyni ilə 60-cı sualımızın oxşarıdır. Burada da neyinib? 60-dan 30 qram çöküb. Deməli, həll edilməsində 30 qram çökübsə, deməli, 30 çökürsə, 20 millilitrdə x-ımız da buradan bərabər olacaq 6 qram. Burada da 6 qram çökmüş olacaqdır. Sonra 62-ci sualımızda nə soruşur? Qrafikdə x, y duzun 100 ml suda həll olmasına temperaturun asıllığı verilmişdir. 20 cc-də 200 ml suda 30 qram x, y duzu həll edilmişdir. Və bu məhlulu 20 cc doymuş hala gətirmək üçün minimum neçə x, y duzu əlavə etmək lazımdır. Öncə 20 cc-də nə qədər olduğunu 100 ml hesablayır. 20 cc-də 25-dir. 20 cc-də 25-dir. Yəni, yüzdə 25-dirsə, bunu yenə bu şəkildə həll eləyəcəyik. Yüzdə 25-dirsə, neçə? 200-də də neçə olacaq? 200-də də x olmuş olacaq. X-ımız da buradan bərabər olur 50-yə. 50-yə bərabər olmuş olacaqdır. İndi bizdən nə soruşur ki, 30 qram var. 30 qramı varsa, 50-dən də çıxarsınız 30-un neçəsi qalacaq? 20-si. Deməli, 20 qramda biz əlavə eləməliyik. Əlavə eləmək lazımdır 20 qram. Sonra keçirik 62-ci sualımız. 62-ci sualımızda soruşur. 20 cc-də 800 qram doymuş məhlulu 50 cc-yə qədər qızdırırlar. Almış məhlul doymuş hala gətirmək üçün 50 qram duz həll edilərsə y-i hesablayın. Deməli, birdə də 600, 20 cc-də 600, o da deməkdir ki, məhlulumuzun kütləsi 1600-dür. 1000 qram həll edicidir, 600 qramda həll olan maddə. Cəmi neçə elədir? 1600. Deməli, 1600 qram məhlulda 1600 qram məhlulda nə qədər həll edici var? 600 qram həll edici var. Amma bizdə burada nəyi soruşur? 800 qram. 800 qramda da nə qədər həll edici olur? X. X-ımız da bərabər olacaq.
neçəyə? 300-ə. Deməli 300 qram burada həll edici olmuş olacaqdır. İndi bizdən nəyi soruşur? 50 qram da əlavə edib. 800-ün 300-ü həll edicisə, 800-dən 300-ün çıxan neçəsi qalır? 500 qramı da deməli bunun nə idi? Suyudur. 500 qram da suyu təşkil etmiş olacaqdır. Sonra keçirik. Buradan deməli bu KH-ını hesabla deyir. KH-ını hesaplamaq üçün yadınızda saxlayın. KH bərabərdir. MX 300 idi. 50 də əlavə elədi üstünə. 300-ün üstünə 50 gələn neçə? 350. Buradan isə həll edicinin kütləsi nə qədər tapdıq? 500. Vuracağıq, sonra da 1000-ə. Bu da bərabərdir. 300-350-yə 770 gələcək. Yəni burada həll olma əmsalı Y-i hesablayın. Y burada 770 olacaq. Yəni cavabımız olacaq Y üçün 700. 64-cü sualımızda. 64-cü sualımızda da bizdən nəyi soruşur? 200 qram suda X maddəsi həll olunaraq 40 cc-də hazırlanan doymuş məhlulun kütləsi 250 qram olmuşdursa, M-i hesablayın. Deməli, 200-ün üzərinə neçə gəlib? 50 qram gəlib, maddə gəlib, 250 olub. Və biz buradan tapmaq üçün ilk öncə bir qədər deməli 250-dən 200-ün çıxsaq 50 qram. Deməli 50 qram maddəmiz həll olub. 50 qram maddəmiz əlavə olunub. İndi 200-də 50-dirsə 50-dirsə deyir ki 100 qram üçün də 100, burada da 100 qram verilir baxı. 200-də 50-dirsə 100 qramda da neçə olacaq? X. X-ımız da buradan bərabər olacaq 25-ə. Yəni 25 qram burada X-ımız MX olacaq. M-in yerinə hansına? 25 olmuş olacaqdır. Sonra bizdən nəyi soruşur? 65-ci sualımızda asılqan. Asılqan bilirsiniz ki, müxtəlif cinsli qarışıqların əmələ gətirdiyi qarışıqlardır. Həqiqi məhlullar isə həll olan maddələrin əmələ gətirdiyi. Bizdə asılqanlar da özü emulsiyalar, suspenziyalar olmaqla iki yerə bölünür. Təbaşir tozu, su qarışığı. Bəs bu aiddir. Asılqanlara bu aiddir. Bu aiddir. Maye yağla su qarışığı da elə bu da aiddir. Aynən biri emulsiyadır, biri suspenziyadır. Yəni A, B asılqanlara aiddir. Həqiqi məhlullara aid olan, həqiqi məhlullara aiddir şəkər tozu ilə su qarışığı, bir də metanolla su qarışığı. Yəni C ilə də Y də aiddir həqiqi məhlullara. 66-cı sualımızda. 66-cı sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Birincini bir hamısının KH-ını hesablayacağıq. Birinci üçün KH bərabərdir. 20 bölünsün 200 vurulsun 1000. Bu da bərabər olacaq. 200 bu da 100. Birinci üçün KH 100'dür. İkinci üçün KH-ı tapırıq. KH ikinci üçün tapsaq. Deməli 20-ni böləcəyik 50-yə. 20 bölünsün 50. Vurulsun 1000'ə. Bu da eləyəcək 400. İkinci üçün olur. Birinci üçün 100. İkinci üçün oldu 400. Sonra üçüncü üçün 30'u böləcəm 200'ə vuracam 1000'ə. Bu da eləyəcək 150. Burada da olur 150. Bir də yazmayayım buradan. Deməli 150'yə uyğun gələn hansıydı? D. 3'ə uyğun gəldi D. Deməli ikinci neydi? 400. 400'də də uyğun, 2'yə də uyğun gəldi A. Birdə də nə oldu? 100. 100'ə də uyğun gəldi Y. 67-ci sualımızda. 67-ci sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Eyni qayda ilə keçəcəyik. Deməli 15'i 200'ə vurub bölüb 1000'ə vursaq 15'i 200'ə bölüb 75 eləyəcək. Burada KH-ın 75 eləyir. Sonra 5'i 50'yə vurub bölüb 100'ə vursaq 5'i 50'yə bölüb 100'ə vuranda bu da eləyir 100. Burada 100 eləyir. KH-ı 25'i 500'ə bölüb 25'i 500'ə bölüb 100'ə vursaq eləyəcək. Burada da 50 eləyəcək.
İndi uyğunluğu müəyyəndir. 75'e uyğun gəlir nə? A variant A olur. 100'e uyğun gəlir Y. 50'ye də uyğun gələcək C. Sonra 68-ci sualımızda nə soruşur? 20 cc-də 250 qram 20% məhlulu 50 qram duz həll etməklə doymuş məhlul hazırlanır. Verilmiş məhlulda alınan məhlul üçün uyğunluğu müəyyən edin. 250 qram 20%li 20 cc-də 20% məhlula 250 qramı 20'ye vurub böləcəyik 100'e eləyəcək 50. Burada həll olan maddənin kütləsi 50'dir. Dübarə olaraq 50 qramda maddə əlavə gəlib üstünə. Həll olan maddəmizin kütləsi oldu 100 qram. Əlavə olan maddənin kütləsi oldu, duzun kütləsi oldu 100 qram. 100 qram bu deyib bura uyğun gəldi. Sonra suyun kütləsi 250'dən də 50'sini çıxsaq neçəsi qalacaq? 200 qram. Deməli suyumuzun kütləsi də oldu 200 qram. Həll olma əmsalı 100'ü 200'e bölüb 1000'e vursaq eləyəcək 500. Bu da eləyəcək Y variantı. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.